Sağlamlıqla dolu bir gün arzusu ilə hər kəsi salamlayıram. Cüməniz mübarək. Gəldik yetişdik həftə sonuna. Həftə içi hər gün saatlar 12:30-u göstərirsə, demək ki, sağlam gün ay canlı qarşınızdadır. Faydalı söhbətlərimiz, tibbi biliklərlə zəngin müzakirələrimizi eşitmək istəyirsinizsə, siz də faydalanmaq istəyirsinizsə, o zaman ekrana daha yaxın əyləşin. Xüsusən də hal-hazırda qız analarını ekrana daha yaxın əyləşməyi rica edəcəm. Çünki bugün çox maraqlı, çox gözəl bir mövzudan məhz qız uşaqları barəsində bir müzakirəmiz olacaq dəyərli həkimimizlə bərabər. Elə onu sizə təqdim etmək istəyirəm. Bizim dəyərli həkimimiz, hansı ki bugün də bizlə bərabərdir, uşaq ginekologu, cərrah mama ginekoloq Xəyalə İsmailova. Xoş gördük sizi doktor. Xoş gördük, təşəkkür edirəm bir daha dəvətiniz üçün. Yəni hər həftə çalışıb uşaqlarda rastlanan bu xəstəliklərlə bağlı hansı simptomları gördüyümüz zaman narahat olmalıyıq və o zaman həkimə müraciət eləməliyik və yaxud da heç bir problem olmasa belə hansı yaşlarda rutin olaraq bir müayinə aparmalıyıq. Bu bizim üçün çox vacibdir. Valideynlərin maariflənməsi gələcəkdə bir çox xəstəliklərin qarşısını alır və vaxtında aparılmış müayinələr sonsuzluğun qarşısını alır. Yəni məqsədimiz də məhz gələcəkdə sonsuzluqdan əziyyət çəkən xəstələrin sayını azaltmaqdır. Və bugün də bu yolda addımlayacağıq Xəyalə xanımla bərabər. Doktorumuzun əlaqə nömrələrini artıq ekranlarınızda görürsünüz. 055 766 33 30 və doktorumuz Mediland Hospitalda çalışır. Uşaq Ginekologiya Mərkəzinin yaradıcısıdır. Azərbaycanda ilk uşaq ginekologiya mərkəzinin yaradılmasında çox böyük rolu, çox böyük əziyyəti var və elə onun həm Instagram səhifəsini, həm YouTube səhifəsini ekranlarınızda görürsünüz. 2004-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə fakültəsini fərqləndirməklə bitirib. 2004-2005-ci illərdə cərrah ixtisası üzrə internatura keçib. 2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetində mamalıq və ginekologiya üzrə klinik ordinatura keçib. 2017-ci ildə Rusiyada uşaq ginekologiyası, 2020-ci ildə isə lazer ginekologiyası üzrə ixtisaslaşıb. Yeri gəlmişkən, elə bugün mövzumuzu çatdırandan sonra doktorumuzdan rica edəcəm ki, xanımların bizə çox sual verdiyi lazer ginekologiyası barədə də danışaq və bu müddət ərzində təbii ki, interaktiv şəkildə suallarınızı bizə göndərə bilərsiniz. Həm TikTok canlı yayımımızdan, həmçinin də 055 254 0106 qaynar xəttimizdən. Bir xatırlatmamız var. Gəlin onu izləyək. Dərhal sonra mövzumuzu elan edəcəm və müzakirəmizə başlayacağıq. Papilloma virusu ümumiyyətlə nədir? Papillomavirus son illərdə çox, belə deyək, çox acınacaqlı nəticələr verən bir virusdur. Hal-hazırki dönəmdə uşaqlıq boynu xərçənginin, yəni 95%-dən, hətta yuxarı deyərdim ki, səbəbi məhz papillomavirusdur. Cinsel yoluxan bir virusdur. Məsələn, körpə uşaqlarda yoluxma təbii doğuşdan analardan keçə bilir. Gigiyenik qaydalara düzgün riayət eləməyəndə, geyimlərini bir yerdə yuduqları zaman bu hallara gətirib çıxara bilir. Uşaqlıq boynu xərçəngi elə bir belə deyək xəstəlikdir ki, biz onun qarşısını ala bilirik. Peyvəndləmə çox vacibdir. Peyvənd proqramı 9 yaşdan 45 yaşa qədər aparılır. 9-14 yaşlar arasında olanda peyvənd 2 dəfə olunsa kifayət edir. HPV vaksini biz artıq kifayət qədər edirik bunu. Belə deyim, öz təcrübəmizdə yan təsirləri yoxdur. Və Xəyalə xanım bizlə bərabərdir. Qeyd etmək istəyirəm ki, ötən mövzumuzda çox marağa səbəb olmuşdu. Həddindən artıq çox suallar gəlmişdi. Həm qaynar xəttimizə, həm TikTok canlı yayımımıza. Tamaşaçılarımızın maraq dairəsində olan bir mövzu oldu. İstəyərdim ki, o mövzuya da bir kiçik bir xatırlatma edək sizin dilinizdən. Keçən verilişimizdə polikistik yumurtalıq sindromu və papillomavirus haqqında danışdıq və İstərdim qısaca onu deyim. Valideynlər hansı əlaməti gördükləri zaman, yəni müraciət eləməlidirlər ilk olaraq. Qızlarda həddindən artıq saçlarda yağlanma varsa, qızlarda əgər dəridə, yəni civzələrin üzdə, yəni dəridə bu problemlərin yaşanması və adət pozğunluqları. Bu əlamətlərdən hər hansı biri varsa, bu artıq bizi narahat edir ki, bu qızlarda polikistik yumurtalıq sindromu ola bilər. Və qısaca onu da deyim ki, peyvənd proqramı haqqında da ki, keçən verilişdə bu haqda daha geniş danışdıq. Qısaca deyim ki, peyvəndləmə mütləqdir, vacibdir. 9-12 yaşlardan başlaya bilərik, amma bizim ölkədə, yenə də deyirəm, 18 yaşdan sonra, yəni ilk cinsi münasibətdən öncəsində
qızlar da, oğlanlar da yəni peyvənd olunmalıdırlar. HPV-yə görə olan qardaçıl 9 peyvəndi heç bir yan təsiri yoxdur. Biz bu peyvəndi edərək uşaqlarımızı gələcəkdə, yəni belə deyim, həm oğlanları, həm qızları qorumuş oluruq. Oğlanlarda çox az, belə deyim ki, onkoloji yaratma ehtimalı çox faiz olaraq aşağıdır. Faiz oranı çox aşağıdır, amma qızlarda isə yüksəkdir. Ona görə də biz bu peyvəndi edərək, yəni qızlarımızı uşaqlıq boyunu xərçəngindən qorumuş oluruq. Əlavə suallarınız yaranarsa, o zaman dəyərli Xəyalə xanıma ünvanlaya bilərsiniz. Qeyd etdiyim kimi, əlaqə nömrələri ekranlarda və hal-hazırda TikTok canlı yayımından bizi izləyən tamaşaçılarımızı da salamlamaq istəyirəm. Onlar üçün də nömrə artıq qeyd olunur. 055 766 33 30 və uşaqlarda ginekoloji problemlər arasında tez-tez rast gəlinən bir mövzuya danışacağıq. Çox təəssüf ki, tez-tez rast gəlinsə də biraz diqqətdən kənar qalan bir mövzudur, diqqətdən yayınan bir haldır. Qız uşaqlarında vulva vaginitlərdən danışacağıq. Bugün həmçinin sinihiyə, hansı ki bu barədə də valideynlər bizə yazıblar, xüsusən də 1-7 yaş arasında olan qız qrupu arasında və valideynlərin ən çox bu yaş qrupunda bu problemi gördükləri, həkimlərə müraciət etdikləri, bəzən həkimə müraciət etməyib özləri müdaxilə etmək istədikləri və bəzən də fəsadlarla yadda qalan bir hallardan danışacağıq. Təbii ki, dəyərli mütəxəssisimizi eşitməyə ehtiyacımız var. Doktor, söz sizdədir. Vulva vaginitlər ümumiyyətlə nədir? Xarici cinsiyyət üzvündə uşaqlıq yolunun iltihabı xəstəliyidir. Biz bunu daha çox reproduktiv dövrdə olan qadınlarda rastlayırıq. Amma uşaqlarda olurmu? Bəli, olur. Mən öz təcrübəmdən deyə bilərəm ki, yəni bizə vulva vaginitli, yəni uşaqlar çox müraciət edir. Valideynlər bu problemlə ki, mütəmadi olaraq biz uşaqlarda, yəni alt geyimində də bunu hiss edirik, axıntı, qaşınma, bu kimi diskomfort əlamətlər var, qızartının olması. Yəni bir müddət xüsusi kremlərdən istifadə etdik, amma yenidən dönə-dönə təkrarlanır. Yəni bu nə deməkdir? Bu uşaqlıq yolu, vulvanın florasının korlanması nəticəsində ola bilər, hər hansı bir mikroba yoluxması nəticəsində ola bilər və yaxud da qrip olub uşaq, tutaq ki, başqa bir xəstəliyi var, antibiotik olunub uşağa. Bu fonda, yəni vaginal floranın korlanması nəticəsində bakterial vaginoz da formalaşa bilər. Yəni vulvovaginit deyiriksə, bu zaman birinci simptom yanma, qaşınma, diskomfort və axıntı. Yəni bu əlamətlərdən hər hansı biri varsa, bu xəstəliklə rastlaşa bilərik. Doktor, iltihab əlaməti mütləq mi olmalıdır, yoxsa təkcə allergik reaksiya kimi qızartı və qaşınma ilə məhdudlana bilər? Bir fon allergik də ola bilər. Yəni biz bu zaman ona görə dəqiq diaqnoz qoymamız üçün qızlarda, yəni biz müalicə edib baxmırıq ki, müalicə edək, antibiotik verək, kömək eləməsə keçək allergi, belə deyil. Uşaqlarda böyüklərdən fərqli olaraq maksimum medikamentoz, yəni dərman müalicəsi az almamız üçün biz, bəli, uşaq orqanizmidir, vulvadan mütləq yaxma götürülür. Biz bu müayinələri etdiyimiz zaman mütləq qız analarının da iştirakını, yəni təmin eləyirik. Çünki biraz Azərbaycanda yaşayırıq, bu milli mentalitet məsələlərinə görə hətta uşağı valideyn gətirməsində belə tərəddüd edir ki, mən həkimə aparım mı, aparmayım mı, yəni belə bir müayinə olunacaq və buna görə mütləq valideynlərin iştirakını təmin eləyirik və müayinə zamanı özləri də görür. Biz onun müayinə qaydasını hətta göstəririk valideynlərə ki, nəsə bir problem olub olmadığını, kiçik uşaqda yuduğunuz zaman necə eləməlisiniz? Məsələn, gigiyenik qaydalara düzgün əməl olunmadığı zaman da vulvovaginitlər olur. Məsələn, arxadan önə yuyunduğu zaman biz əkilmə nəticəsində, məsələn, çox faiz olaraq ən çox rastlaşdığımız kandidadır, bağırsaq çöpləridir. Bağırsaq çöpləri də artıq o deməkdir ki, məsələn, çox qalırsa, əgər uşaqları pampersdə çox saxlayırlarsa, 3 yaşa qədər, məsələn, uşaq pampersdə qalmamalıdır. Müəyyən bir yaşdan sonra, yaş yarımından sonra bu vərdişləri artıq uşağa öyrətmək lazımdır. Yəni, nə qədər çox qalırlarsa, bir o qədər yoluxma, yəni vulvovaginit yaranma ehtimalı çox olur. Yəni bezlərdən vaxtında imtina etmək lazımdır. Vaxtında imtina etmək lazımdır. Bu bir səbəbdir. İkinci səbəb ola bilir, məsələn, hansısa bir xəstəliyə görə antibakterial müalicələr aparılır, kandida başlayır vaginada və yaxud da normal floralarında həddindən artıq, məsələn, yuyunan uşaqlarda valideyn hər sidiyə getdiyi zaman uşağı yumamalıdır. Məsələn, hər sidiyə getdiyi zaman, yuduqları zaman vulvanın florasını korlamış olurum. Yəni, daha çox səhər və axşam 2 dəfə gecə yatanda mütləq və belə deyim, sidik ifrazı zamanı biz bunu nəzərə almalıyıq ki, yəni hər sidik ifrazı zamanı uşağı yuyarıqsa və yaxud o gigiyenik vasitələrdən də çox istifadə edəriksə, selikli qışanı süni şəkildə elə bir aşılamış oluruq və hər dəfəsində bu normalda yaşayan bakteriyalar ki var, laktobasillar ki qoruyur normal floramızda,
onları yuduğumuz zaman uşaqlarda artıq belə deyim də qoruyucu bakteriyalar olmadığı üçün həm pH dəyişir, vulvada, vaginada pH-ımız dəyişir, həm də bu əlavə olaraq kənardan daxil olacaq infeksiyanı qorumaq üçün bakteriyalarımız olmur. O qədər gözəl məqama toxundunuz. Çünki belə analar var, çox biraz vasvası, çox təmizkar və hər dəfəsində müəyyən yuyucu, xüsusi uşaqlar üçün alırlar vasitələr, amma nəzərə alın ki, onlar da kimyəvi maddələrdən ibarətdir. Yenə də övladınızın o pH dəngəsini, pH normasını pozacaq və təbii ki, ziyan vuracaq. Bu zamanda bir münbit şərait yaranmış olurdu, elə bil yaranması üçün. Süni şəkildə özümüz şərait yaradır və çox vaxt vulvovaginitli xəstələri, məsələn, uşaqları gətirən valideynlərdir ki, məndən titiz adam yoxdur, mən o qədər uşağı təmiz saxlayıram, yuyuram. Mən hər dəfəsində də vurğulayıram ki, elə bu o qədər də normal bir şey deyil. Yəni, deyə bilərik ki, elə uşaq var, çox yuyunur və yaxud da heç gigiyenasına əməl olunmur, amma onda problem yaşanmır. İndividualdır, hər orqanizm, immun sistemi bir deyil. Məsələn, xəstədən xəstəyə fərq olur. Biz vulvadan əkilmə etdiyimiz zaman burada məqsədimiz həm törədicini bilməkdir, həm də həssas antibiotik, yəni bilək ki, hansı qrupla biz müalicə etdiyimiz zaman dəqiq olaraq ki, yəni bu problemi aradan qaldıracaq. Doktor, hansı yaş qrupunda daha çox görünür vulvovaginitlər? Əslində 18 yaşa qədər bütün yaşlarda ola bilir. Lakin daha çox rastlaşırıq 4-5 yaşlara qədər. Və bunu da deyim ki, bu yaşdan asılı olaraq nəyə görə deyirik? Məsələn, pampers müddətində çox bezlərin müddətində çox rastlaşırıq və bir də ən çox uşaqlara ki, bu yeni öyrədilir, özlərini yumalarını, gigiyenalarına özləri əməl eləyir. Bu müddətdə biraz düzgün olmayan yanaşma diqqətli nəzərdə, yəni olunmalıdır, nəzərdə saxlamalıyıq, bağça müddətində nəzərdə saxlamalıyıq. Bu hallarda daha çox rastlaşırıq və biz spesifik müalicəmizi apardıqdan sonra və mütəmadi olaraq bu xəstəlik təkrarlanırsa, analara həmişə deyirik, burada səbəb nə ola bilər? Müalicə edib, törədici müayinə etdik, müalicə etdik, yəni törədici belə tapılmadı. Səbəblər nə ola bilər? Allergik təsir ola bilər. Belə uşaqlarda şəkərli diabet ola bilər. Bəzən məsələn bizə adi gəlir ki, vaginadan axıntıdır, yüngül iltihab var, qızartı var. Siz təsəvvür edin ki, valideynlər bilməlidir ki, bu şəkərli diabetin bir əlaməti də ola bilər. Demək, iltihab, yüngül axıntı qız uşaqlarında şəkərli diabetin göstəricisi ola bilər. Çox vaxt bunu heç kim yaxın buraxmır ki, uşaqda şəkər ola bilərmi? Bəli, ola bilir. İkinci bir səbəb, məsələn, uşaqları köpüklü vannalarda otuzdururuq yuyduğumuz zaman. Bu zaman vaginaya xüsusi o ətir vasitələridir, gigiyenik vasitələrdir, daxil ola bilir. Nəzərə alaq ki, onlar rəngli, kimyəvi maddələrdən ibarət. Həmin bu vasitələr selikli qışaya daxil olduqdan sonra selikli qışada dəyişiklik yarada bilir, orada zülallarda denaturasiya yaradır və bunun nəticəsində iltihabı proseslər yaranır və bu da bir səbəb olur. Çünki vanadan yuyduğumuz zaman vaginadan o vasitələr tam təmizlənməyə bilirik ki. Buna görə də bu da bir səbəb ola bilir. Biraz bu məqamlara daha diqqətli yanaşmaq lazımdır. Adi su ilə yuyulmaq ən yaxşı, daha gözəldir. Adi su ilə yuyulmaq daha düzgünüdür. Qız anaları mən əminəm ki, indi çox diqqətlə dinləyirlər doktorumuzu. Və bu əlamətlər olub, müalicə olunmadığı zaman nə baş verə bilər? Məsələn, bu vulvovaginitin özünün müalicəsi aparılmadıqda gələcəkdə boruların tutulması. Boru tutulması da bilirik ki, sonsuzluğa gətirib çıxarır və burada artıq biz təbii yolla yox, düşünürük ki, hansı vasitələrlə gələcəkdə ana ola bilər. Yəni, bugünkü gündə vulvovaginitin müalicə olunmaması mən öz təcrübəmdə görmüşəm, keçən verilişdə də onu paylaşdım. Təcrübədə olduğum dönəmdə belə borularda, uşaqlarda irinli iltihabı proseslər, ultrason müayinəsində də görünüb, uşağa temperatura belə verir, kəskin qarın verir və boruların bu cür irinli böyüməsi ultrasonda normalda, çünki uşaqlıq borusu görünmür ümumiyyətlə, böyüklərdə də. Amma orada irinli iltihabı proses artıq ultrason müayinəsində boruların böyüməsi görünür və belə halda yalnız cərrahi olaraq tubektomi olunur hətta. Yəni acınacaqlı nəticələri də ola bilir. Qorxuzmaq istəmirəm, amma vaxtında düzgün yanaşma, yəni bizi bir çox xəstəliklərdən qorumuş olur. Doktor, mən mövzunu elan edəndə söylədim ki, qız uşaqlarında vulvovaginitlərdən və sinihiyadan da danışacağıq. Hal-hazırda bunu yazan valideynlər var ki, bu nədir? Bizə də bu diaqnoz qoyulub. 3 yaşında bir uşağın valideyni yazır və yazır ki, mən nə etməliyəm, başımı itirmişəm, bilmirəm nə edim. Yəni bu halda ümumiyyətlə sinihiya nədir? Gəlin bu barədə məlumat verək. Sonra bunu aradan qaldırmaq üçün hansı vasitələrdən istifadə olunur? Elə vulvovaginitin bir ağırlaşması da sinihiyadır. Sinihiya nədir? Bu bitişmədir. Bitişmə xəstəliyi. Bitişmə necə baş verir? Xarici cinsiyyət üzvündə kiçik cinsi dodaqların birləşməsidir. Bu, yəni anadan gəlmə olmur.
Adətən 2, 3, 4 yaşlara qədər çox rastlanır. Dediyimiz kimi selikli qışa aşılandığı zaman selikli qışada bir-birinə bitişmə baş verir.